4 dənə fərqli meyvəmiz vardı bu dəfə. Bu 4 dənə fərqli meyvəni təcrübə eləyəcəyik. Bu meyvənin içərisinin necə olduğunu bilirəm, yemişəm. Bunu bilmirəm, bunu bilmirəm, bunu bilirəm. Birincisi pitayadır. Bunu tez bir şəkildə açaq içinə baxaq. Qırmızı olmalıdır. Bundan zaten yemişəm, bundan zaten bir dəfə göstərmişdim sizə. Bunu ən yaxşısı qaşıqla yeməkdir. Rəngini görürsünüz necə? Fərqli rəngi var. Şirinsiz, turşsuz bir tamı vardı. İkincisi yabanı mangodur. Bunun mövcud olduğunu mən ilk dəfə həm eşidirəm, həm görürəm. Adi mangoya oxşuyur. Baxaq görək. Dadı necədir? Heç bir fərqi yoxdur. Adi mangodur, prosto boyu normal mangodan balacadır da. Bu mangonu heç açmayacağım çünki dadını zaten bilirəm. Normal mangodur. Və portağala baxırıq. Fərqli rəngli bir portağaldır. İçərisinin rəngi eyni portağal rəngidir. Dadına baxırıq. Eyni portağal dadıdır. Yəni heç bir dəyişiklik, heç bir fərq yoxdur. Bunları prosto mən gördüm şeydə, mağazada dedim alım dadına baxım. Oldu, baxdığınız üçün təşəkkürlər.